Salam hörmətli izləyicilər. Bugünkü videomuzda sahibkarların ən çox çətinlik çəkdiyi hissələrdən biri mənfəət bəyannaməsi zamanı yaranan uyğunsuzluqlar və vergi orqanının qəbul etmədiyi xərcləri sübut etmə yolları barədə danışacağıq. Mənfəət bəyannaməsində uyğunsuzluqların əsas səbəbləri gəlir və xərclərin uyğun gəlməməsi, hesabatlarda göstərilən dövrə ilə vergi uçotundakı məlumatların fərqli olması, satış sənədləri ilə bəyannamə göstəricilərinin üst-üstə düşməməsi, sənədləşdirilməmiş xərclər, ödəniş qəbzi, müqavilə və ya qayma faktura ilə təsdiqlənməyən xərclər, əlaqəsiz xərclərin daxil edilməsi, şirkətin əsas fəaliyyətinə aid olmayan xərclərin bəyannamədə göstərilməsi, amortizasiya və ehtiyatların səhv hesablanması, vergi məcəlləsinə uyğun olmayan amortizasiya dərəcələrinin tətbiqi, vergi orqanı tərəfindən qəbul edilməyən xərclər, fəaliyyətlə bağlı olmayan xərclər, şirkətin gəlir gətirməyən şəxsi xarakterli xərcləri, məsələn, şəxsi avtomobilin təmiri, şəxsi səyahətlər, sənədlə təsdiqlənməyən xərclər, nağd ödənişlər üçün qərz, akt və ya qayma faktura təqdim edilmədikdə, qanunvericiliyə zidd xərclər, vergi məcəlləsində açıq şəkildə məhdudlaşdırılmış və ya qadağan edilmiş xərclər, qeyri-bazar qiymətləri ilə əməliyyatlar, əməkdaşlıq zamanı bazar qiymətlərindən kənar şişirdilmiş və ya aşağı qiymətlər, qəbul edilməyən xərclərin gəlir və ya mənfəətlə əlaqəsinin sübut edilməsi yolları, müqavilələr və öhdəlik sənədləri, xərcin əmələ gəlməsinə səbəb olan müqaviləni təqdim edin. Müqavilədə xidmətin və ya malın şirkət fəaliyyətinə uyğunluğu göstərilməlidir. Qayma faktura və ödəniş sənədləri, xərclərin bank ödəniş sənədləri ilə təsdiqi, nağd ödənişlər üçün kassa mədaxil orderi, işin faktiki yerinə yetirilmə sübutları, foto, video, iş təhvil təslim aktları, layihə hesabatları və istehsal protokolları, iqtisadi əsaslandırma, xərcin şirkət gəlirini artırmaq və ya mənfəət qorumaq məqsədi ilə çəkildiyini göstərən hesabatlar, məsələn, reklam xərclərinin satışa təsirini göstərən statistik analiz. Məsləhətə gəlincə, tövsiyə edirik ki, hər bir xərci əməliyyata başlamazdan əvvəl sənədlə təmin etməyə çalışın. Şirkət fəaliyyətinə aidiyyatı olmayan xərcləri bəyannaməyə daxil etməyin. Amortizasiya və ehtiyat üzrə vergi məcəlləsinə uyğun hesablamalar aparın. Vergi yoxlaması zamanı təqdim etmək üçün xərclərin iqtisadi izahını öncədən hazırlayın. Mənfəət bəyannaməsində edilən kiçik bir səhv çox böyük vergi risklərinə səbəb ola bilər. SKF qrup olaraq biz sizə bəyannamə hazırlanmasında, xərclərin təsdiqlənməsində və vergi orqanı qarşısında müdafiənizdə kömək edirik. Bizim peşəkar komandamız hər zaman sizin yanınızdadır. Suallarınız olarsa şərhlərdə yazın və ya bizimlə əlaqə saxlayın.